Telefonunuz həm izlənir, həm də tez köhnəlir. Dərhal bu proqramları cihazınızdan silin. Bəli, birinci silməli olduğunuz proqram Get Contact proqramıdır. Əgər bu proqram telefonunuzda varsa, nəzərinizdə saxlayın ki, 100%dir ki, siz izlənirsiniz. Səbəbi də odur ki, Get Contact proqramı bizim burada digər istifadəçilərin bizim adımızı necə yazdığını görmək üçün istifadə etdiyimiz proqramdır. Bu zaman isə siz Get Contact proqramını yükləyib öz şəxsi nömrənizlə qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçdikdən sonra avtomatik olaraq sizin kontaktınızda nə nömrələr varsa hamısı öz bazasına yüklənir. Yəni bu izlənmək deməkdir. Bunu nəzərinizdə saxlayın. Əgər qeydiyyatdan keçmisinizsə, təəssüf ki, bütün nömrələriniz Get Contact bazasında var. Əgər istifadə etməyə davam edirsinizsə də hal-hazırda Get Contact'ın ayarlarına daxil olun və hesabınıza silin, çıxın ki, yeni əlavə etdiyiniz nömrələr də proqramın bazasına yüklənməsin. Yəni burada bizim adımızı digər istifadəçilər necə yazıb, yəni bu üsulla görürlər. İstifadəçilər öz nömrələrin daxil etdiklərində avtomatik kontaktları yaddaşa vurub oradan sizin adınızı və yaxud da başqalarının adını necə yazıb, onu oradan götürüb avtomatik sistemə vururlar. Siz də nömrənizi yazdığınızda sıra şəklində sizin adlarınız orada görünür. Hətta belə buna görə sizdən pul da istəyə bilir. Yəni nəzərinizdə saxlayın ki, başdan sona dələduzluqdur. Tövsiyə edirəm ki, bu proqramı istifadə etməyin. İstifadə edənlər varsa da tövsiyə edirəm ki, sildirin getsin. Və bundan əlavə olaraq sizin məlumatlarınızı başqa şirkətlərə də sata bilir. Yəni nömrələriniz olsun və yaxud da başqa kontaktlara aid olan məlumatları satır başqa şirkətlərə. Başqa şirkətlər də öz reklamlarında falan bunlardan istifadə edə bilər. Yəni nömrələr reklamlarında istifadə etməsələr də istifadəçiyə uyğun reklam çıxartma qaydasında bu onların işinə yaraya bilər. Yəni nəzərinizdə saxlayın, təhlükəli bir şeydir. Bəli, ikinci silməli olduğunuz proqram isə hamının istifadə etdiyi Telegram proqramıdır. İndi deyəcəksiniz ki, Telegramı niyə sildirirsən? Telegramda nə var? Elə problemin ən çoxu Telegramdadır. Səbəbi də odur ki, biz telefonumuzda Telegramı istifadə etdiyimizdə hər cürə qruplara, kanallara falan qatılırıq. Bu kanalların da daxilində bilmədiyimiz qeyri-qanuni fayllar və yaxud da proqramlar, daha sonra digər lazımsız, gərəksiz fayllar olur. Bunlar isə bizim telefonumuza virus sala bilər və yaxud da gələcəkdə hər hansısa bir casusluq problemi yarada bilər. Yəni bank məlumatlarımız oğurlana bilər bu proqram üzündən. Ona görə də nəzərinizdə saxlayın. Əgər Telegramı istifadə edirsinizsə, o qədər də lazımınız deyilsə, tövsiyə edirəm ki, silin. İndi deyəcəksiniz ki, sənin özünün də Telegram kanalın var, amma Telegram sildirməyimizi tövsiyə edirsən. Bizim Telegram kanalımız baxın gördüyünüz kimi ekranda açıqdır. Bu kanalda heç bir qeyri-qanuni bir şey yoxdur. Lazım gələndə şəkil paylaşırıq, lazım gələndə yazı paylaşırıq. Əlavə olaraq paylaşırıqsa ən çox proqramların köhnə versiyasını paylaşa bilərik. Yəni bundan əlavə heç bir gərəksiz bir şey yoxdur. Yəni bunu nəzərinizdə saxlayın. Telegramda telefonunuzda hər cürə problem yarada bilər. Yəni qeyri-qanuni proqram faylları olsun və yaxud da VRP olan proqramları burada qanunsuz şəkildə VRP-ni almış proqramlar olsun. Bunlar sizin telefonunuza virus sala bilər. Bu da bank məlumatlarınızın və yaxud da şəkillərinizin, videolarınızın, kontaktlarınızın oğurlanmasına səbəb ola bilər. Nəzərinizdə saxlayın. Bu ciddi problemdir. Bunu nəzərinizdə saxlayaraq istifadə edin, istifadə edirsinizsə də. Və bundan əlavə olaraq Telegram proqramında böyük ehtimal görmüsünüz, qumar saytları falan var. Bu saytlarda sizi bəlaya sala bilər. Yəni istifadə edirsinizsə bunları düşünərək hərəkət edin. Birdən əliniz dəyər, hər hansı bir ödəniş falan edərsiniz belə saytlara, proqramlara. Diqqət edin, belə linklərə ümumiyyətlə klikləməyin. Qumar saytı onsuz kənardan baxdığınızda bilirsiniz ki, bu qumar saytıdır. Bundan uzaq durun birbaşa. Əslində istifadə edə bilərsiniz. Sadəcə qayda qanunu bilərək istifadə etsəz, başınıza heç bir iş gəlməyəcək. Amma mən tövsiyə edirəm ki, ümumiyyətlə istifadə etməyin. Ən etibarlısı budur. Üçüncü silməli olduğunuz proqramı göstərməzdən əvvəl qısa bir məlumat verim ki, kanalımızda bunun kimi faydalı, maraqlı, sizin işinizə yarayacaq videolarımız var. Keçid edib baxa bilərsiniz və mənə dəstək olmaq istəyirsinizsə, kanalımızın inkişafına kömək olmaq istəyirsinizsə, aşağıdan kanalımıza abunə olub videolarımıza like ata bilərsiniz. Yəni bunları etdiyinizdə bizə dəstək olmuş sayılırsınız. Gəlin keçək üçüncü proqramımıza. Bəli, üçüncü proqramımız telefonun daxili hava proqnoz proqramından əlavə proqramlar istifadə etməkdir. Deyəcəksiniz ki, indi hava proqnoz proqramlarının telefonumuza nə kimi təhlükəsi var? Elə ən böyük təhlükə buradadır. Məsum kimi görünür, amma əslində heç bir məsumluğu yoxdur bu proqramların. Telefonunuz onsuz özü sizə varsayılan və yaxud da susmaya görə tətbiq verir. Bunu düzgün şəkildə istifadə edin. Telefonunuza kənar hava proqnozu tətbiqi yükləməyin ki, bildiyiniz kimi hava proqnozuna siz baxdığınızda sizin məkanınız, yəni yaşadığınız ünvan tam şəkildə onların əllərinə keçir. Bu məkanı da sizin qarşınıza düzgün şəkildə reklam çıxardaraq istifadə edə bilərlər. Yəni burada nə dediyimi telefondan, kompüterdən biraz anlayışı olanlar başa düşdü. Yəni sizin məkanınız onların əllərinə keçsə, avtomatik olaraq sizin yaşayış ünvanınıza görə reklamlar çıxardacaq qarşınıza. Reklamlara görə də başınız ciddi bəlaya düşə bilər. Yəni nəzərinizdə saxlayın, belə şeylərdən də uzaq durun. Bütün telefonlarda onsuz var
varsayılan tətbiqlər var. Bunlardan istifadə edin. Yoxdursa da etibarlı olan tətbiqləri internetdə araşdırın. Ən etibarlı tətbiqləri yükləyin. Bəli, 4-cü proqramımız isə telefona kənardan yüklədiyimiz antivirus proqramlardır. Əsasən bunların arasında 360 Security adlı proqram var. Bunlardan ehtiyatlı olun. Ümumiyyətlə tövsiyə edirəm ki, telefonunuza ümumiyyətlə antivirus proqramları yükləməyin. Onsuz telefonların daxilində özünə məxsus Android Security və yaxud da Xiaomi-nin özünə məxsus təhlükəsizlik üçün proqramları olur və Google-un özünə məxsus onsuz təhlükəsizlik funksiyası var. Play Protect olaraq keçir. Play Store-da bu var. Daxil olub baxa bilərsiniz özünüzdə Play Store-dan. Yəni bu varsa əlavə heç bir şey yükləməyinizə ehtiyac yoxdur. Bu proqramlar həm sizin məlumatlarınızı lazım gəldiyində istifadə edə bilər və yaxud da qarşınıza reklam ataraq az öncə qeyd etdiyim kimi sizi problemlərə ata bilər. Yəni bunları nəzərinizdə saxlayın. Əlavə olaraq da onu deyim ki, antivirus proqramları telefonları sürətləndirmir, əksinə donduraraq daha keyfiyyətsiz hala gətirir. Yəni hal-hazırda telefonunuzda kənardan yüklədiyiniz xarici antivirus proqramı varsa, tövsiyə edirəm ki, elə bu dəqiqə silin getsin. Bəzi istifadəçilər telefonları kompüterlə qarışdırır. Kompüterlərdə də hal-hazırda keyfiyyətli antiviruslar var, amma yenə də bəzi hallarda əlavə antiviruslar lazım ola bilər. Amma telefona belə şeylər lazım deyil. Gərək deyil, boş yerə yükləyib telefonunuzun həm yaddaşını doldurmayın, həm də telefonunuzun ömrünü azaltmayın. Buna ehtiyac yoxdur. Gəlin keçək digər proqramlarımıza. Bəli, 5-ci silməli olduğunuz proqram isə az öncəki kimi xaricdən yüklədiyiniz brauzer proqramlarıdır. Yenə bunların daxilində UC brauzer olaraq adı ilə gedən Cin brauzeri var. Yəni bu telefonunuzda varsa tövsiyə edirəm ki, bunu silin. Ümumiyyətlə telefonunuzda kənar brauzerlər varsa istifadə etməyin. Yəni Yandex-dir, daha sonra Yahoo-nun özünün varsa və yaxud da Google-un Google Chrome, Opera, Firefox bunlar varsa bunları istifadə edə bilərsiniz. Bunların heç bir təhlükəsi yoxdur. Amma kənar bilmədiyiniz, tanımadığınız brauzerləri telefonunuza yükləməyin. Yenə az öncə qeyd etdiyim kimi problemlər yarada bilər və az öncə adını çəkdiyim UC brauzeri isə sizin məlumatlarınızı kopyalayır və ötürür sim bazalarına. Bunu da yenə reklam verənlərə satıb sizin məlumatlarınızdan istifadə edə bilərlər. Ona görə də nəzərinizdə saxlayın. Lazım deyilsə belə şeyləri də telefonunuzdan uzaq tutun. Və son, yəni 6-cı silməli olduğunuz tətbiqlər isə bunlardır ki, Rambosterlər. Böyük ehtimal bunları özünüz araşdırmısınız və bilirsiniz. Ramboster dediyimiz də odur ki, proqram yükləyirsiniz. Bu proqram sizin yaddaşınızdan, bu proqram sizin telefonunuzun yaddaşından alır və bunu RAM olaraq əlavə edir güya, amma əslində belə bir şey yoxdur. Yalandan özləri ora RAM olaraq əlavə etmiş kimi göstərir, amma heç bir sürətlənmə və yaxud da tezləşmə kimi belə şeylər olmur. Yəni əksinə telefonunuzu zəiflədir, donmalar yarada bilir və yaxud da telefonunuza virus sala bilər, məlumatlarınızı oğurlaya bilər. Bunları nəzərinizdə saxlayın. Belə proqramlar da yükləyib istifadə edirsinizsə, belə şeylərə inanırsınızsa, indidən tövsiyə edirəm ki, daxil olun, həmin proqramları telefonunuzdan uzaq tutun. Hamısı boş şeydir. Yalandan özləri pul qazanmaq üçün əllərindən gələnləri edirlər. İnanmayın belə şeylərə də. Onsuz müasir telefonların daxilində Rambosterlər var. Yəni özünüz bilirsiniz, bu da yenə yaddaşdan alır, RAM olaraq verir. Xiaomi telefonlarda, Samsung telefonlarda rahat bir şəkildə ayarlardan bunu özünüz tənzimləyə bilərsiniz. Belə proqramlara da ehtiyac yoxdur. Az öncə qeyd etdiyim kimi silin getsin. Bəli, sizə göstərə biləcəyim tətbiqlər bunlar idi. Əgər bunlardan hansısa telefonunuzda varsa, elə bu dəqiqə silin getsin. Çünki az öncə qeyd etdiyim kimi həm məlumatlarınız, telefonunuz təhlükə altında ola bilər. Yəni bunu nəzərə alırsınızsa, daxil olub elə bu dəqiqə siləcəksiniz inşallah. Bəli, videomuz bu qədər idi. Son olaraq da onu qeyd edim ki, ekranda gördüyünüz kimi kommentlər var. Bu kommentlərin ekranda olma səbəbi odur ki, mən hər videoda bir ədəd açar söz deyirəm və mənim izləyicilərim də açar sözü aşağı yazırlar. Aşağı yazdıqlarında da həmin videodan sonraki videoda mən o kommentləri paylaşıram. Bugünkü videomuzun da açar sözü sil qaqa olacaq. Yəni bu sil qaqa sözünü kommentlər bölümünə yazsaz, sizin kommentlərinizi bundan sonraki videomuzda paylaşacağam. Yəni bu sözü kommentlər bölümünə yazmağınızı tövsiyə edirəm və mənə dəstək olmaq istəyirsinizsə, az öncə qeyd etdiyim kimi aşağıdan kanalımıza abunə olub, videomuza like atıb bildiriş zəngini aktiv edə bilərsiniz. Bu dediklərimi etsəz bizə dəstək olmuş sayılacaqsınız. Nəysə çox uzun danışdım. İnşallah bu video işinizə yaramışdır. Gələcək videolarımızda görüşərik. Sağ olun, salamat qalın.